Dostlar, hər kəsə salam. Bu videoda sizə internetdən pul qazana biləcəyiniz bir veb-sayt göstərəcəm. Bunun üçün açıqlama bölümündə qeyd elədiyim linkə daxil olaraq bu sayta gəlirsiniz. Gəldikdən sonra buradakı məlumatları doldurub qeydiyyat ol deyirsiniz. Invite kod bölümü avtomatik dolu şəkildə olacaq. Burada email adresinizi, şifrənizi təkrar yazırsınız. Hətta burada şifrələrinizi yaza bilərsiniz. Eyni şifrəni hamısına yaza bilərsiniz daha tez olması üçün. Yazdıqdan sonra qeydiyyat ol deyirsiniz və sayt sizə avtomatik bir şəkildə ana səhifəyə yönləndirir. Əgər yönləndirməsə login deyərək burada öz məlumatlarınızı, yəni qeydiyyatdan keçirdiyiniz məlumatları qeyd edib login deyirsiniz. Dedikdən sonra bu cür bir səhifə açılır qarşımıza. Burada iki cür qazanc növü var. Bir yatırımlı, bir yatırımsız. Əslində yatırımsız tam olaraq yatırımsız deyil. Yəni siz dəvət edəcəksiniz kimsə, o gəlib yatırım eləyəndə ondan pay alacaqsınız və çıxarış edə biləcəksiniz. Yatırımsız dediyim bu formadadır, amma saytın ana qazanc metodu yatırımlıdır təbii ki. Yatırım üçün də ilk öncə bu bölümə daxil olursunuz. Daxil olduqdan sonra sizə adres verilir. Gördüyünüz kimi məndə bu adres verilib. Və yaxud QR kodla bura Tron Network-ündə USDT, yəni dollar olaraq yatırım edirsiniz. Kripton dolları deyək. Yatırım edirsiniz və elədiyiniz yatırım 1-3 dəqiqə ərzində, yəni 1 dəqiqədən 3 dəqiqəyə kimi sizin hesabınıza yansıyır. Daha doğrusu 1-3 dəqiqədən sonra gəlib buradakı butona klik edirsiniz və sistem yoxlayır yatırım eləyib eləmədiyinizi və yaxud elədiyinizi yox, onun təsdiq olunub olmadığını yoxlayır və sizə məlumat verir. Hal-hazırda mən bu butona klik eləyəndə baxın yoxlanış gedir. Yatırım uğurlu mesajı aldım. Çünki yatırım eləmişdim mən. Bu bizim yatırım funksiyası idi. Yəni yatırım bu formada edilir. Bir də bunu qeyd edeyim ki, bu video bir reklamdır və reklam verənin məndən xahiş elədiyi bir şey var idi ki, bunu sizə göstərim. Bunu sürətli bir şəkildə mən göstərəcəm. Mən oxumaq istəyən ki, böyük ehtimalla yoxdur. Yəni istəyən olsa da videonu saxlayıb oxuya bilər. Burada sayt haqqında məlumatlar qeyd olunur. Amma diqqətli olun, təbii ki, bu sayt rəsmi bir şirkət deyil, sadəcə özünü rəsmi şirkət kimi qələmə verir. Ona görə də yatırım eləyərkən diqqətli olun. Elə bir miqdar yatırım eləyin ki, sonra peşman olmayasınız. Mən bu sayta 15 dollar yatırım eləmişəm. Onu da mən eləməmişəm təbii ki, mənim yerimə reklam verən eləyib və pul çıxarışında eyni qaydada mənim üçün reklam verən balansıma əlavə eləyib və çıxarış elədiyimdə də onların verdiyi pulu çıxarış eləyirəm. Siz də bunu nəzərə alıb yatırım eləyin. Təbii ki, bu tipli saytlar 1 ay falan gedir, 1-2 ay gedir maksimum. Ona görə bu videonu bir 15-20 gün sonra görürsünüzsə, təbii ki, yatırım eləməyin. Yox, əgər yəni 1-2 gün ərzində görürsünüzsə, yatırım eləyin. Eləyin də yox. Əslində yəni eləyə bilərsiniz, sadəcə riskli deyil o qədər də. Sadəcə unutmayın ki, bunlar hamısı piramida sistemidir. Burada da yəni sizə göstərməli olduğum məlumatlardır. Oxumasanız olar, yəni çox da önəmli deyil. Nəysə dostlar, indi keçək nə formada qazanc əldə edə bilərik, onu göstərim. İki cür qazanc metodu var. Birincisi üçün bura daxil oluruq. Daxil olandan sonra təbii ki də yatırım eləyəndən sonra bura daxil oluruq və minimum 15 dollar yatırım eləsək, yəni 15 və daha çox yatırım elədiyimiz halda bu paket bizdə aktiv olur. Məndə hal-hazırda aktivdir. Sizdə burada bu formada bir buton olacaq. Yatırım eləməmisinizsə, eləyəndən sonra artıq məndəki kimi bu formada yazı çıxır. 15 və daha çox yatırım elədiyiniz halda, təbii ki, daha çox yatırım eləsəz, məsəl üçün 500 dollar yatırım eləsəz, buradakı paket açılır. Fərqləri nədir? Burada daha çox qazanc əldə edirsiniz, daha çox qazanc şansınız var. Burada daha az nisbətən, yəni bu formada olur. Hamısı, bütün kontraktlar 180 günlük keçərlidir. Yəni 180 gün ərzində gəlib buradan pul qazana bilirsiniz. Təbii ki, sayt açıq qalsa. Gəlib buradakı butona da klik edəndən sonra altda yazılar gəlir və o yazılar qutarandan sonra nə qədər qazanc əldə etmisiniz, o görsənəcək. İkinci qazanc bölümü isə invest səhifəsindədir. Burada biraz yatırım miqdarı böyüdür. 100 dollar məsəl üçün deyə yatırım elədiniz bura minimum. Həmin 100 dolları 15 günlük bloklayırsınız və günlük 4 dollar qazanc əldə edirsiniz. Yəni 15 günün sonunda 160 dollar olaraq, yəni qoyduğunuz 100 dolları 160 dollar olaraq geri çəkirsiniz. O 15 gün ərzində sayt açıq qalar, qalmaz onu bilmədiyimiz üçün ən salamatı 15 dollar yatırım edib burada qazanc əldə etməkdir. Burada işləmə prinsipi bu formadadır. Burada geri sayım var. O geri sayım bitəndən sonra gəlib butona klik edə bilirsiniz. Burada 0-2 yazıbsa, deməli 2 dəfə şansınız var hələ ki. Klik edirsiniz və sizə 20 sent, 25 sent, 30 sent arası pul verir. Mən bunu bayaq elədim. İndi təkrarını qoyacağam bura. O miqdarda pul verir və o pulu çıxarış edə bilirsiniz. Yəni qazanc növlərimiz də bunlardır. Bir də servis bölümü var burada. Həmin servis bölümündə də Telegram kanalına qoşula bilərsiniz və yaxud dəstək komandası ilə əlaqə saxlaya bilərsiniz. Buradakı işarəyə də klik edərək eyni şeyi eləmək mümkündür. Dostlar, indi isə sizə pul çıxarışını göstərəcəm. Onun üçün buradan çıxarış səhifəsinə gəlirik. Gördüyünüz kimi balansımız 1 dollar 52 sentdir və onu çıxarış eləmək üçün bura Tron Network-ündə olan USDT adresimizi yazmalıyıq. Burada da qeyd olunub onsuz da. O adresimizi bura yazdıqdan sonra bura çıxarış miqdarını yazırıq. 1.5 USDT və altda da şifrəmizi yazdıqdan sonra təsdiq deyirik. Təsdiq deyəndən sonra pul bizim hesabımıza gələcək. Buradan təsdiq deyirəm. Dostlar, gördüyünüz kimi ödəniş uğurlu bir şəkildə baş tutdu.
Burada da gördüyünüz kimi 1,5 dollar mənim hesabıma yansıdı. Yəni ödənişi almış olduq. Buradan da səhv eləmirəmsə görə bilirik. Mənim yatırımımdır. Bu qaz formadadır. Hal-hazırda ümumi qazancımız 52 sentdir. Balansımızda 2 sent qalıb. Biz 1,50 çıxarış eləmişdik. İndi 5 saat sonra mən təzədən bu sayta daxil olub buradakı butona klik eləyəcəm və yenə qazancları götürəcəm. 1,5 dollar olduqdan sonra da çıxarış eləyəcəm. Video bu qədər. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.